Eksema dünyanın en geniş yayılmış deri problemlerinden biridir. Qaşınma, qızartı və dəridə quruluqla müşahidə olunan bu xəstəlik həm uşaqlarda, həm də böyüklərdə görülə bilər. Bəs eksema nədir və necə müalicə olunur? Eksema dərinin iltihabi xəstəliyidir. Ən əsas əlamətlərdən biri güclü qaşınmadır. Dəri quruyur, qızarır, bəzən çatlayır və hətta yaralar əmələ gələ bilir. Bəzi insanlarda bu problem mövsümi olur, bəzilərində isə uzun müddətli davam edir. Eksemanın yaranması bir neçə faktor rol oynayır. Genetik meyil əsas səbəblərdən biridir. Əgər ailədə allergiya, asma və eksema varsa, risk daha yüksək olur. Bundan əlavə, allergiyalar, stres və kimyəvi maddələr, hava dəyişiklikləri də xəstəliyi şiddətləndirə bilər. Bir çox insan eksemanı sadəcə dəri quruluğu hesab edir və gecikmiş şəkildə həkimə müraciət edir. Halbuki düzgün müalicə olunmadıqda dəri bariyeri zəifləyir və infeksiya riski daha da artır. Eksema ən çox əl, üz, boyun, dirsək və diz nahiyələrində görünür. Körpələrdə isə yanaq və bədən səthində daha çox rast gəlinir. Qaşımaq vəziyyəti daha da ağırlaşdırır. Çünki qaşınan dəri zədələnir və iltihab artır. Müalicədə ilk addım dərinin qorunmasıdır. Nəmləndirici kremlər eksema xəstələri üçün çox vacibdir. Dərinin qurumasının qarşısını almaq simptomları azaltmağa kömək edir. Amma istifadə olunan məhsullar həkim tövsiyəsinə uyğun seçilməlidir. Bəzi hallarda dermatoloq iltihabı azaltmaq üçün xüsusi kremlər və dərmanlar təyin edə bilər. Ağır hallarda isə əlavə müalicələr lazım ola bilər. Özbaşına steroid krem istifadəsi təhlükəli ola bilər. Uzun müddət nəzarətsiz istifadə, dəridə incəlmə və digər problemlər yarada bilər. Eksema xəstələri gündəlik həyatlarında bəzi məqamlara diqqət etməlidirlər. Çox isti su ilə duş qəbul etmək dərini daha da quruda bilər. Güclü kimyəvi təmizləyicilər və ətirli məhsullar da simptomları artıra bilər. Pambıq parçadan olan geyimlər daha uyğun hesab olunur. Stres idarəsi də vacibdir. Çünki emosional gərginlik eksemanın şiddətlənməsinə səbəb ola bilir. Yuxu rejimi və düzgün qidalanma da ümumi dəri sağlamlığına təsir göstərir. Bəzən insanlar eksemanı yoluxucu hesab edir. Amma eksema yoluxucu xəstəlik deyil. Sadəcə müəyyən allergik və genetik faktorlarla əlaqəlidir. Əgər dəridə uzun müddətli qaşınma, quruluq və qızartı varsa, bunu adi problem kimi qəbul etmək, erkən diaqnoz və düzgün müalicə ilə eksemanı nəzarətdə saxlamaq mümkündür. Dəri bədəninin ən böyük orqanıdır və onun verdiyi siqnalları diqqətsiz buraxmaq olmaz.